Biz insanlar isti havalarda kölgəyə qaçırıq, kondisionerli otaqlara sığınırıq, sərin su içirik. Biz çarəni tapırıq. Bəs bu dözülməz istilərdə heyvanlar neynəsin? Yay aylarında küçə heyvanlarının qarşılaşdığı ən böyük çətinlik susuzluqdur. İnsan bədəni susuzluğa müəyyən müddət tab gətirə bilsə də, kiçik bir pişik və ya it üçün cəmi bir neçə saat su tapmamaq ölümcül nəticəyə səbəb olur. Bu zaman onları xilas edəcək ən böyük güc bizim mərhəmətimizdir. Səssiz dostlarımızın həyatını xilas etmək üçün böyük fədakarlıqlara ehtiyac yoxdur. Kiçik addımla böyük fərq yarada bilərik. Evinizin qarşısına, eyvanınıza və ya ağacların kölgəsinə qoyacağınız bir qab təmiz su və biraz yemək onların həyatını xilas edə bilər. Xüsusilə diqqət etməli olduğunuz məqamlardan biri də maşınlardır. Yay aylarında heyvanlar kölgələnmək və sərinlənmək üçün tez-tez maşınların altına sığınırlar. Hərəkətə başlamazdan əvvəl kapota yüngülcə vurun və maşının altına nəzər yetirin. Bu kiçik diqqət bir canlının əzilməsinin, ölməsinin qarşısını almaq deməkdir. Dünya təkcə bizə aid deyil, bütün canlıların yaşaya biləcəyi bir yerdir. Bu isti günlərdə ətrafımızdakı səssiz canlılara sahib çıxaq. Onların da yaşamasına kömək olaq. Çünki mərhəmət insanı ucaldan ən gözəl hissdir.